Mətnə əsasən fikirlərdən birinin dəqiqliyini təsdiq etmək olar. Kəlbəcər rayonu 1936-cı ildə yaradılıb. Mətndə ümumiyyətlə Kəlbəcər rayonunun yaranmasına bağlı bir fikir yoxdur. Beynəlxalq əhəmiyyətli qərar uzun müddət reallaşdırıla bilməyib. Cavabımız bu variant olacaq. Çünki biz bu fikri məhz buradakı fikirlərlə təsdiq edə bilərik. Qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası belə bir qətnamə qəbul edir ki, Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından işğalçı qüvvələr çıxarılsın. Lakin həmin qətnamədən irəli gələn öhdəlik yerinə yetirilmir. Nəhayət, uzun illərdən sonra Kəlbəcər rayonu 2020-ci ildə azad edilir. Deməli, bu fikirlər məhz bu ikinci cümləni əsaslandıra bilər. Azərbaycanın ən qədim yaşayış məskəni Kəlbəcərdə tapılıb. Bu yanlışdır ümumiyyətlə, çünki ən qədim demir. Mətndə qeyd olunur ki, qədim məskənlərdən biri. Yəni qədim süni mağaralar mövcuddur, qədim insan məskənlərindən biridir və yaxud da burada Azərbaycanda ən qədim yaşayış yerlərindən biri aşkar edildiyi qeyd olunub. İbtidai insanlara aid əmək alətlərinin tapıldığı ilk yer Kəlbəcərdir. Bu da yanlış fikirdir. Çünki mətndə tapıldığı yox, qeyd edir ki, ilk əmək alətləri burada hazırlanıb. Yəni bu yerlərdə hazırlanıb, tapıldığı deyilmiş. Azərbaycanda yeganə civə yataqları Kəlbəcərdə yerləşir. Bu da yanlışdır. Mətndə belə bir fakta rast gəlmirik.